Salam dəyərli valideynlər. Mən bugün uşaqlarımızın necə sağlam böyütmək lazım olduğu haqqında danışacağım. Havalar soyuyub, uşaqlar məktəbə, bağçalara gedirlər. İndi hal-hazırda viruslar yayılır. Bunların qarşısını biz necə ala bilərik? İmmunite sistemini necə gücləndirə bilərik? Bizlər artıq bunu neçə illərdir bilirik və istərdik ki, ətrafımızdakı bütün valideynlər də bunu bilsinlər. Əziz analar, siz uşaqlarınızı istifadə etdiyi bütün məhsulların tərkibini bilin və onun həqiqətən bitki tərkibli olduğunu araşdırın. Məsələn, biz uşaqlarımızı nə ilə böyüdürük? Necə bu sağlamlığı qazana bilərik? Diş pastalarını mütləq araşdırın. Onun tərkibində heç bir kimyəvi maddə olmasın. Tərkibi həqiqətən də bitki tərkibli olsun. Aloe veralı və propolisli olsun. Bundan əlavə, hal-hazırda uşaqlarda boğaz ağrısı, qızdırma, temperatur, öskürək aşırı dərəcədə çoxalmışdır. Biz evdə uşaqlarımıza nə veririk? Uşaqlarımızı necə sağaldırıq? Antibiotiklərdən uzaq durmaq lazımdır. Bizim məhsullarımızın tərkibində zeytun ekstraktı var. Zeytun ekstraktı zeytun yarpağından hazırlanmışdır yeni texnologiya ilə. Və biz bunu suya 100 ml damızdıraraq uşaqlarımıza veririk. Uşaqlarımızda doğal antibiotik əldə edirik, immunite sistemini gücləndirir, öksürəyin qarşısını alır, boğaz nahiyəsinə susuz belə damızdıra bilərik, 3 damcı, 4 damcı və həmin uşaqların boğazında çirk varsa, iltihab varsa təmizləyir. Bundan əlavə biz propolis, təmiz propolis istifadə edirik. 76%'dir. Heç bir spirtlə qarışmayıb. Tərkibində 76% gücləndirilmiş propolis vardır. Su ilə qatqılıdır. Bu nə işə yarır? Bu immunite sistemini gücləndirir. Qanda olan bütün virus və göbələkləri təmizləyir. İltihabı təmizləyir. İmmunite sistemini çox gücləndirir. Məsələn, uşaq qızdırıbsa, qızdırdığı andan immunite sistemi zəifləyibsə, bəlğəm öskürürsə, öskürəyə aşırı çoxalıbsa, rahatlıqla verə bilərsiniz. Bu məhsulları evinizdən əksik etməyin. Və bundan bərabər sizə omega haqqında danışacağım. Omega da bizim bütün uşaqların qəbul edəcəyi bir qida əlavəsidir. Omega nədir? Bizim dedikdə Ersaq şirkətinin omegasının tərkibi 2000 milliqram balıq yağıdır. Tərkibində 400 qram DHA-sı, 600 qram isə EPA-sı vardır. Yəni, heç bir qatqı maddə tərkibində yoxdur. Təmiz balıq yağıdır. 90 kapsuldur. Bunu uşaqlara verərkən həm zehni güclü, həm immunite sistemi, həm qan dövranı, uşaqların boyuna, ondan sonra bir çox xəstəliklərə tab gətirəcək immunite sistemini gücləndirir. Çox istərdim ki, sizlər balıq yağını alarkən onun arxasındakı mütləq mən indi bayaq saydığım EHA-sına, DHA-sına fikir verəsiniz. Çünki onlar düzgün olmasa o balıq yağını istifadə etməyin. Onlar immunite sistemini gücləndirməyəcək. Təmiz balıq yağı yalnız Ersaqda.